Bir tərəfdə yeni, digər tərəfdə isə köhnə qəbirlər. Goranboy rayonunun Borsulu kəndində yerləşən bu qəbirstanlıq iki hissəli olması ilə diqqət çəkir. Qəbirstanlığın köhnə hissəsində olan qəbirlər 17-19-cu əsrlərə aid olmasına baxmayaraq, hələ də qorunub saxlanılır. Burada olan qəbirlər öz quruluşuna görə indiki qəbirlərdən xeyli fərqlənir. Əsas fərq isə köhnə qəbirlərin başdaşlarının qaya və çaydaşlarından olmasıdır. Burada 500-ə yaxın belə məzar var. Məzarlığın olduğu kimi qorunması üçün kənd sakinləri dünyasını dəyişən insanları köhnə hissədə dəfn etmirlər. Mənim 6 yaşım olanda gətirib öz dədə babalarının qəbirlərini göstərirdilər ki, bunlar bizimkidir, bizim nəsil nəcabətimizdir, kökümüzdür, bunlara hörmət edeyim. İndi mən də eləcə öz oğlumu, nəvələrimi gətirib göstərirəm ki, bu mənim babalarımındır. Kənd ağsaqqallarının dediyinə görə bu daşların ölçüsü rəhmətə getmiş insanların yaşını təqribən müəyyən etməyə imkan verir. Daş üzərində oyma işləri aparılıbdır. Daş üzərində müəyyən naxışlar var. Orada o yazılar heç. Ondan əlavə elə daşlar var ki, elə bilin ki, onları elə xüsusən bu qəbir üçün, bu ölü üçün hazırlanmış daşlardır.